100 ildən artıq müddətdir ki, Naxçıvan Azərbaycanın əsas ərazisindən kənarda qalıb. 1920-ci noyabr ayında Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanla Azərbaycan əsas hissəsi arasında o quru yol əlaqəsi kəsilib. Və indi bax, bu hadisənin baş verməsi Naxçıvanın enerji təhlükəsizliyi baxımından mühüm hadisədir. Və eyni zamanda Cənab Prezident vururlar ki, biz keçən illəri 25 milyard kubmetr qaz ixrac eləmişik. Onun nə qədər qardaş Türkiyə olsa yaxşıdır? Təxminən yaz. Və 12 dövlətə bu günlər biz qaz ixrac edirik. Bunun yarısı təkcə Türkiyədir. Və daha 10 dövlət Avropa dövlətləridir ki, Azərbaycandan qaz alırlar. Və həm də biz bu Naxçıvana gedən qaz, bu Azərbaycan qazıdır. Naxçıvana gəlir, swap şəklində artıq o ötürülür Naxçıvana. Bu da Türkiyə-Azərbaycan dostluğunun ifadəsidir ki, Türkiyənin tutduğu strateji mövqe, coğrafi mövqe imkan verir ki, biz Naxçıvanın belə bir qaz məsələsini, qaz probleminin həllinə nail ola bilək. Həm də Cənab Ərdoğan çıxışında vururlar ki, Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır. Çətin anda da biz bir yerdəyik. Biz xoş gündə də bir yerdəyik və misal çəkdi, dedi 6 fevral o dəhşətli günlərində söhbət zəlzələdən gedir. Azərbaycan Türkiyənin yanında yer aldı. Bir mənalı yanında yer aldı. Və eyni zamanda 2-ci Qarabağ müharibəsinin ilk dəqiqələrindən, ilk saniyələrindən həm Türkiyə prezidenti, Türkiyə xalqı bir mənalı şəkildə Azərbaycana mənəvi siyasi dəstək verdi. Bunlar unudulmaz məqamlardır tariximizin. Türkiyədə meşə yanğınları olarkən Azərbaycan dərhal Türkiyənin yanında yer aldı. Və doğrudan da bizim, necə deyərlər, bu qardaşlığımızın, dostluğumuzun xüsusi isbatı ehtiyacı yoxdur. Dəfələrlə biz bunu nümayiş etdirmişik və bu hadisə də, yəni Türkiyənin Naxçıvanın qaz təminatındakı oynadığı rol, bu tranzit rol, bu imkanı yaratması da heç şübhəsiz ki, böyük bir siyasi həm də məna kəsb edən hadisədir və bəlkə qeyd etdiyim kimi 500 minə yaxın bizim soydaşımızın çox ciddi bir problemlərinin birinin ən azı 30 il müddətinə, Türkiyə prezidenti belə söylər, ən azı 30 il müddətinə həlli istiqamətində çox ciddi bir addımdır. Bax, bu kəmərin, bu qaz layihəsinin reallaşılmasına bağlı addım 2020-ci ilin dekabr ayında Ankara'da atıldı. Razılaşma Ankara'da əldə edildi. 2023-cü ildən onun çəkilişinə başlandı və bir il yarım heç keçməyib ki, artıq fikir verirsiniz, bu kəmər işə düşür, qaz kəməri, təbii qazın Naxçıvana çatılması baş tutur. Bu çox mühüm bir hadisədir. Amma gəlin bu hadisəyə təkcə iqtisadi hadisə kimi baxmayaq, təkcə siyasi hadisə kimi baxmayaq, onu bir geoiqtisadi və geosiyasi baxımına qiymətləndirək. Bax, fikir verirsiniz, sutkada 2 milyon kubmetr qaz gedəcək Naxçıvana. Bayaq söylədiyim kimi ildə 730 milyon kubmetr qaz Naxçıvana veriləcək və Naxçıvan qaz təhlükəsizliyi, qazla təminat məsələlərini 100% həll etmiş olur. Bu, bugün belədir. Bugün 2 milyon kubmetr qaz verir. Gələcəkdə, yaxın perspektivdə bir modifikasiya işləri həyata keçirdikdən sonra 2 milyon kubmetri 5 milyon kubmetrə çatılma hədəflərdən biridir. Və bu imkan, o potensial var. Bunu qeyd eləmək istəyirəm. Amma gəlin məsələyə bir başqa gözdən də baxaq. Əsas geosiyasət bunda baş verir. Başqa gözdən də odur ki, indi biz deyirik İğdır Naxçıvan qaz kəməri. Bəli, bir müddətdən sonra biz deyə bilərik Naxçıvan İğdır qaz kəməri. Niyə Naxçıvan İğdır qaz kəməri? Hətta bu hadisə başqa bir hadisənin katalizatoru ola biləcək. Hansı hadisə? Zəngəzur dəhlizinin açılması məsələsi. Bax, təsəvvür eləyin, Zəngəzur dəhlizi açılacağı təqdirdə, belə olan vəziyyətdə, quru yol təmin ediləcəyi təqdirdə artıq Naxçıvanın özündən Türkiyə istiqamətinə, İğdır istiqamətinə bizim qazımız gedə bilər. Yəni, artıq dediyim kimi buna Naxçıvan-İğdır qaz xətti deyərik, amma bunun başqa bir özəlliyi ondadır ki, bax, bayaq mən bir fikir söylədim, həm Azərbaycan prezidenti, həm Türkiyə prezidenti bu addımları ilə həm də Türk dünyasının daha da birləşdirilməsinə töhfə verirlər. Bax, bu Zəngəzur dəhlisi də işə düşəcəyi təqdirdə nə baş verə bilər? Gələcəkdə Mərkəzi Asiya ölkələrinin qazı Azərbaycana daxil olur və Azərbaycandan isə dediyimiz kəmərlər vasitəsilə, deməli, həm də Naxçıvana getməklə, Naxçıvana İğdıra getməklə
getməklə deməli, sonra Avropa bazarında da biz onu çıxarda bilirik. Mən fikir verdim, dedim, Mərkəzi Asiya ölkələrinin qazı, Mərkəzi Asiya ölkələrinin mütləq əksəriyyəti türk dövlətləridir. Düzdür? Deməli, fikir verin, bir qaz layihəsi, Zəngəzur dəhlizinin sonra açılması, bu İqdır, Naxçıvan və gələcək Naxçıvan İqdır kəməri nəticə itibarilə Türk dünyasının birləşdirilməsi mənafeyinə xidmət göstərir. Mərkəzi Asiya qazının Avropaya çıxış təmin edilir. Nə yolundan? Azərbaycan yolu ilə, Naxçıvana keçməklə, Naxçıvandan Türkiyəyə keçməklə. Fikir verin, yəni gör nə qədər uzağa gedən niyyətlər var. Biz elə bu günləri İqdır-Naxçıvan xətti danışırıq. Bunu bugün danışırıq və sabah perspektivdə əks istiqamətdə qazın gəlişindən söhbət gedə bilər ki, artıq geosiyasət başlayır. Fikirləsi bunun nə qədər həm də iqtisadi, həm də böyük siyasi çəkisi var və bizi nə qədər birləşdirir. Biz bir-birimizdən qaz aldıqca və bu prosesdə transit ölkəyə çevrildikcə daha da yaxınlaşırıq, daha da bir oluruq. Və bunlar çox ciddi məsələlərdir.